Türk Devletleri Teşkilatı'nın Macaristan'daki gayri resmi zirvesinde konuğumuzla değerlendirdiğimiz gibi çok sayıda başlık ele alındı. İşbirliği mesajları öne çıktı. Şimdi dünkü zirveye ilişkin değerli izleyenler Bakü'ye uzanacağız ve Fatih Avanos konuyla bizleri bekliyor. Türk devlet başkanları dün Macaristan'daydı. Budapeşte'de gayri resmi zirve için bir araya geldiler. Zirve önemliydi. Neden önemliydi? Hem ilk kez Macaristan'da gerçekleşmesi, hem ilk kez bir gözlemci ülkenin ev sahipliği yapması, hem de Kuzey Kıbrıs Türk Cumhuriyeti ile ilgili alınan kararlar, birlik ve dayanışma mesajları gerçekten Türk dünyasının 2040 vizyonuna uygun düşen o mesajlar tüm Türk dünyasında da sevinçle karşılandı. Azerbaycan ve Türkiye'nin de yoğun diplomasileri vardı. Özellikle Kuzey Kıbrıs Türk Cumhuriyeti ile ilgili ve bugün de o konuyu konuşacağız. Azerbaycan Kuzey Kıbrıs Türk Cumhuriyeti Parlamentolar Arası Dostluk Grubu Başkanı Sayın Cevanşir Fevziyev ile birlikteyiz, milletvekili. Efendim yayınımıza hoş geldiniz. Sonuç bildirgesine baktığımda Cevanşir Bey şunları gördüm. Yani öncelikle Macaristan'ın gözlemci üye olması sebebiyle ilk kez onun evinde olmasının önemli olduğu vurgulandı. Diğer taraftan gözlemci üyelerle birlikte yani Kuzey Kıbrıs'ı da katarak Türk dünyasının ayrılmaz parçası olduğu bütün devletlerin bu da vurgulandı. Birlik, beraberlik ve dayanışma mesajları vardı. Kıbrıs Türklerinin özünden gelen o eşit haklarının güvence altına alınması konusunda dayanışma ifade edildi ki sizler Azerbaycan devlet başçısıyla birlikte çok bu konuda mesai harcadınız. Türkiye'de bu gayretleri var. Siz sonucu nasıl ve zirveyi nasıl değerlendiriyorsunuz? Çok sağ olun Fatih Bey. Sizin söylediğiniz Kuzey Kıbrıs'la bağlı bütün meseleler de dahil. Macaristan'da ele alınan meseleler, gündemde müzakere olunan meseleler bütün Türk dünyası için çok ehemmiyetliydi. Hərçənd bu görüş devlet başkanlarının görüşü gayri resmi adlandırılsa da ama resmi görüşlerden heç neyle farklanmadı ve xüsusilə qəbul edilmiş yekun beyannamenin bəndlərini oxuduqda biz görürük ki, Türk dünyasının bütün ərazilərini əhatə edən problemlərin çözülmək üçün müzakirəyə çıxarıldığı bir görüş oldu. Bu görüşün en büyük əhəmiyyəti ondan ibarətdir ki, sizin də qeyd etdiyiniz kimi Türk Dövlətləri Təşkilatı öz zirvə görüşünü ilk dəfə olaraq Avropa İttifaqının ərazisində keçirdi. Macaristan Türk Dövlətləri Təşkilatının gözlemçi üyəsi olmasına baxmayaraq o bu cəsarəti öz üzərinə götürdü və Türk Dövlətləri Təşkilatının dövlət başçılarının görüşünü təşkil etdi. Bu Macaristan'ın Türk Dövlətləri Təşkilatında oynadığı ve gələcəkdə oynayacağı çok önemli rolün göstericisidir. Belə ki, Türk dünyasının Avropa ile birleşme ve uzlaşma siyaseti məhz Macaristan vasitəsilə, Macaristan üzerinden hayata keçirilir ve gələcəkdə de belə olacaq. Diğer taraftan Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin geleceğiyle bağlı meselelerin de bu zirve görüşünde müzakere obyektinə çevrilmesi bizi daha da ruhlandırır. Çünkü sadece Türkiye ve Azerbaycan'ın Kuzey Kıbrıs'la ilgili attığı adımlar kifayet değil. Tarihin bu anında Kuzey Kıbrıs'ta yaşayan Türk kardeşlerimize bütün Türk dünyasının desteği lazımdır. Ve bu desteği temin etmek için Türk devlet başkanları bütün imkanlardan istifade etmeli ve o cümleden Türk Devletleri Təşkilatının imkanlarından da yararlanmalıdır. Bu meselenin de bu zirve görüşünde müzakireye çıkarılması bizi çok sevindirir. Ve müzakereler zamanı verilen beyanatlar, verilen açıklamalar, hem devlet başkanlarının hem Türk Devletleri Təşkilatının funksiyonerleri tarafından verilen açıklamalar Türk dünyasının geleceği hakkında pozitif düşünceler ve planlar hakkında düşünmeye esas verir. Böyle ki son 10 ildə Türk dövlətləri arasındaki iqtisadi ticari əlaqələrin 2 dəfədən çox arttığı orada səsləndirildi. Diğer taraftan hal-hazırda Türk dövlətləri arasındaki integrasiya proseslərinin 35 farklı istiqamətlər üzrə əlaqələndirildiyi və idarə olunduğu bildirildi. Və bu əlaqələr arasında xüsusilə bir neçə istiqaməti yeni istiqamətlər kimi qəbul edə bilərik. Bu məsələn
kosmosda əməkdaşlıq, hərbi texniki əməkdaşlıq, yaşıl energetika sahəsində əməkdaşlıq, eləcə də kiber təhlükəsizlik sahəsində əməkdaşlıq, bunlar Türk dövlətlərinin əməkdaşlıq sferasına yenicə daxil olur və eyni zamanda bunlar əməkdaşlığın o sahəsidir ki, dünyada hal-hazırda çox gərgin əmək tələb edən və çox böyük çağırışlar yaradan fəaliyyət sahələridir və məhz bu fəaliyyət sahələrində Türk ölkələrinin bir-birinə qarşılıqlı yardım etməsi, bir-biri ilə əməkdaşlıq etməsi olduqca vacibdir. Çünki biz hələ orta əsrlərin sonunda Türk dünyasının necə elmi texnoloji yeniliklərdən geridə qalaraq daha sonra beynəlxalq arenada öz mövqelərini itirməyinin şahidi olmuşuq. İndi dünya dəyişir, yeni dünya düzəni yaranır. Eləcə də elmi-texniki tərəqqinin artıq 5-ci mərhələsinə, bunu hətta 5-ci sənaye inqilabı da adlandırırlar, daxil olmaq ərəfəsindəyik və belə bir anda Türkiyə başda olmaqla bütün Türk dövlətlərinin yeni fəaliyyət sahələrində, yeni elm və texnologiya sahələrində qarşılıqlı əməkdaşlıq etməsinə böyük ehtiyac var və bu məsələlər də bu sammitdə müzakirə olundu. Hesab edirəm ki, bu il Azərbaycanda keçiriləcək rəsmi sammitə qədər bu qeyri-rəsmi sammitdə yekun bəyannaməsində qəbul olunmuş maddələr üzrə artıq müxtəlif addımlar atılacaq və hesab edirəm ki, bu qeyri-rəsmi zirvə görüşü Türk dövlətlərinin inteqrasiya prosesində çox əhəmiyyətli bir addım oldu. Ve dışarıya da çok önemli bir mesaj verildi. Birlik, dayanışma mesajı, hiçbir şekilde bir problem olmadı. Siz de ifade ettiniz, 12. zirve Azerbaycan'da olacak. Bana göre tarihi zirvelerden birisi de olacak. Yakın zamanda İçişleri Bakanları, dahil nazireler bir araya gelecek. Daha sonra Aile Bakanları ve bu yazda zirveyi bekliyoruz. İnşallah o da hayırlara vesile olur. İyi kararlar, doğru kararlar, geleceğimize ışık tutacak kararlar alınır. Bir de sizden son bir cümle, büyük Türk dünyasından bahsediyoruz. Onun büyük şairi Bahtiyar Vahapzade'nin de 100. yılını kaydettik. Geçtiğimiz günlerde Şeki'de de bir etkinlik oldu. Onu da buradan rahmetle, saygıyla anıyoruz. Bəli, bu il Prezident İlham Əliyevin sərəncamı ilə Bəxtiyar Vahapzadənin anadan olmasının 100 illik münasibəti ilə dövlət səviyyəsində və ictimai birliklər səviyyəsində çox geniş tədbirlər keçirilir və o tədbirlərdən birini biz Milli Məclis olaraq Türk ölkələrinin Azərbaycanda akreditasiya olunmuş diplomatları ilə və başda fövqəladə və səlahiyyətli səfirlər olmaqla Şəkidə qeyd etdik. Bu tədbirə həm bütün Türk ölkələrinin səfirləri və həm də beynəlxalq Türk təşkilatlarının rəhbərləri qatılmışdılar. Bu bizi çox sevindirdi ki, bütün Türk dünyasının təmsilçiləri bu tədbirlərdə iştirak edirdi. Türkpa, Türksoy və Türk Mədəni Heyəti və İrsi Fondunun rəhbərləri də bu tədbirə qatılmışdılar. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Dilçilik İnstitutunun direktoru da bu tədbirdə iştirak edirdi və Milli Məclisin komitə başkanları bu məclisdə, bu tədbirdə iştirak edirdi. Tədbirimiz 3 gün davam etdi və bu 3 gün içərisində biz bütün qonaqlarımızla Bəxtiyar Vahapzadənin ev muzeyində olduq. Daha sonra Bəxtiyar Vahapzadənin 100 illiyinə həsr olunmuş beynəlxalq konferans keçirildi və daha sonraki günü bütün Türk ölkələrindən gəlmiş qonaqlar Dövlət Pedaqoji Universitetinin Şəki filialında tələbələrlə və öyrətmənlərlə görüşdülər. Və bu 3 günlük tədbirlər bütövlükdə həm Bəxtiyar Vahapzadəni xatırlamaqla və həm də Türk dünyasının gələcəyi üçün nələrin edilməsinin mümkün olması haqqındakı müzakirələrlə keçdi və düşünürəm ki, bu cür tədbirlər təkcə Azərbaycanda deyil, bütün Türk coğrafiyasında keçirilməlidir. Çünki Bəxtiyar Vahapzadə, Şəhriyar, Nəvai, Məhəmməd Akif Ərsoy kimi insanlar təkcə öz ölkələrinin deyil, bütövlükdə bütün Türk dünyasının dahiləridir. Onların söz və fikir adamlarıdır və onların xatirəsi bütün Türk dünyasında, bütün dünya Türklüyü tərəfindən hər zaman əziz tutulur. Çok teşekkür ediyoruz efendim yayınımıza katkı sunduğunuz için. Evet, Azerbaycan Kuzey Kıbrıs Türk Cumhuriyeti Parlamentolar Arası Dostluk Grubu Başkanı Milletvekili Sayın Cavanşir Fevziyev yayın konuğumuz oldu. Hem dünkü o zirveyi konuştuk hem de Türk dünyasının önemli şairi Bahtiyar Vahapzade'yi de bu vesileyle andık diyelim. Bakü'de son notlar bu şekilde. Sözü yeniden size bırakalım.